etməklə daşda olan mişarezini aradan qaldırır. Və daşı düz kəsmək üçün düz xəttləmək lazımdır. Düz xəttləmək üçün də profildən istifadə edə bilərik. Ondan əlavə daşı düzgün kəsməyin də qaydaları var ki, onu da praktika ilə öyrənirsən və öyrənmək də rahatdır ki, buna görə praktika mütləq lazımdır. Çünki bizə lazımdır laqondaya əlimiz alışsın, çəkisi, idarə etməsi, əyimi, hansı əyində kəsməli, necə idarə etməliyik ki, laqonda tullamasın, daşı qırmasın, çatlatmasın. Hamısı vacibli, önəmli bir məsələdir. Başlayalım. Bu karandaşdır, bu da akkumulyatordur. İkisi də eyni funksiyanı daşıyır. İkisi də qara xəttləyir. Daşı bu formada xətləyirik və bu formada da kəsirik. Yəni laqonda işlək halda barmağımızı keçirdirik laqondanın qulpuna, tutacağına. Buradan da tutmaq olar, amma ən rahatı belədir. Ən kiçik barmağı keçirdirik alt hissəyə. Çünki laqondanı idarə etməliyik. Yəni bu formada təkərlə də kəsmək olar. Buna təcrübə lazımdır. Evdə öyrənirsinizsə bunu etməyin. Yəni göstərəcəm sizə bir saniyə. Laqondanı işə salın. Laqondanı yerə qoyanda arxası üstə qoymaq lazımdır. Və bu cür qoyanda laqondanın dəstəyinə diqqət etmək lazımdır ki, möhkəm sıxılı olsun. Yoxsa açılar, laqonda əlimizdə burular və biləyimizi kəsə bilər. Biləyimizi, ayağımızı.